Əziz şagirdlər, xoş gördük hər birinizi. Növbəti videomuz düz üçbucaq prizmanın həzmi olan başlıqdan ilk çalışmamız birinci çalışmadır. Şagirdlər, biz ilk öncə bilək ki, prizmanın həzmi V bərabərdir. S oturacaq vurulsun H-dır. Yəni, burada şəkilə fikir versək, yəni burada biz gördüyümüz bu hissə oturacaqlarımızdır. Yəni, bu isə yan til dediyimiz isə nədir? Hündürlükdür, yəni H-dır. Oturacağın sahəsini tapmalı. Yəni, bura A desək, bura bir M desək, yəni hündürlükdə oturacağın sahəsi bilir ki, S oturacaq bərabərdir. A vurulsun M bölünsün nə olacaq? 2 olacaq. Həmin bu düsturdan istifadə edib ilk çalışmamızı həll etməyə çalışaq. Demək, ilk çalışmanın, yəni birinci çalışmanın A variantına baxaq. Bizə deyir ki, oturacağın tərəfi 5-dir və həmin oturacağın tərəfinin hündürlüyü nədir? 2-dir. Onda oturacağın sahəsini tapsaq, olacaq 2 vurulsun 5 bölünsün 2. 2'lər ixtisar getsə olacaq 5. İndi gəldik, H-mız da bizə nə vermişdi? 4 vermişdi. Yəni bu bizim H-mızdır. Onda biz həcmi tapsaq V bərabərdir. Dedik ki, S oturacaq vurulsun nə idi? Düsturumuz H idi. Oturacağın sahəsi 5-dir, H-mız da 4-dür. 5'i 4'ə vursaq olur 20. Yəni cavabımız oldu 20. Keçdik B variantına. Demək, B variantında da oturacağın tərəfi, yəni üçbucaqdakı oturacağın tərəfi 10'dur və bura çəkilmiş hündürlüyümüz nədir? 6'dır. Onda yenə oturacağın sahəsini tapsaq, 6'nı vurarıq 10'a, bölərik 2'yə. 2 ilə 6 getsə burada 3, 3'ü 10'a vursam 30. Hündürlüyümüz də nədir? 8'dir. Onda H-mız da 8'ə bərabərdir. Yenə V bərabərdir. S oturacaq, vurulsun H. 30 vurulsun 8, bu da bərabərdir. 240 olmuş olur. Keçdik C variantına. C variantımızda da yenə oturacağın sahəsini tapsaq, demək 6'nı vurarıq 4'ə, bölərik 2 yerə, bərabərdir. Bu da olur 12. H-mız da nədir? 10'dur. Onda V bərabərdir. S oturacaq vurulsun H, yəni 12 vurulsun. H-mız da nə idi? 10 idi. Bu da olur 120. Cavab oldu 120. Gəldik növbəti çalışmamız ikinci çalışmaya. Demək, ikinci çalışmada prizmanın həcmi altında yazılıb. Boş xana uyğun ölçünü tapın. Bu dəfə həcmi verib bizə tərəfi tapmağı soruşur. Yəni, buradakı A variantında olan boş xanaya bir A desək, onda S oturacağa görə S oturacaq bərabərdir. 5'i vurarıq A'ya, bölərik nəyə? 2'yə. Bu oturacağın sahəsidir. Bizə də hündürlüyü nə verib? 9 verib. H-mızı da bizə verib 9. Və V-ni də verib bizə 180'dir. Onda biz həcm düsturu dedik ki, V bərabərdir. S oturacaq, burası nə idi? H idi. Gətirib verilənləri yerinə yazsaq, onda olacaq 5 vur A böl 2 vurulsun 9 bərabərdir. Həzmi də nə vermişdi? 180. Buradan 9'u 5'e vursam, yəni olacaq 45 vur A bölünsün 2 bərabərdir 180. Çarpaz vursaq, bu məxrəci birsə çarpaz vursaq, olacaq onda 45 vur A bərabərdir 2 vurulsun 180. Buradan da A-nı tapsam, 2'ni vururam 180'ə, bölürəm 45'ə. 45 ilə 180'i ixtisar aparsaq, burada 4 qalar. 4'də 2'yə vursaq, olmuş olur 8. Yəni A-mız oldu 8. Gəldik B variantına. B variantında da yenə buradakı boş xanaya bir A desək, yenə oturacağın sahəsi nə olmuş olacaq? 4 vur A bölünsün 2. Bu da sadələşdirsək, olmuş olur 2A. Demək, oturacağın sahəsi oldu 2A. Və hündürlüyümüz də nə verib bizə? 8 verib. H-mız da nədir? 8'dir. Həcm isə nədir? 96'dır. Yenə həcm düsturuna görə baxsaq, S oturacaq vurulsun nədir? H-dır. Və gətirib yerinə yazsaq, oturacağımızın sahəsi 2A-dır. H-mız da nədir? 8'dir. Bərabərdir. Həcmi 96 idi. Olur, 2'ni 8'ə vursaq, 16 vur A bərabərdir 96'ya. A da bərabərdir 96'nı 16'ya bölsək, almış olur 6. Gəldik C variantına. C variantında da bizə deyir ki, oturacağın tərəfi 6'dır və oturacağın tərəfinə çəkimi hündürlüyü isə 3'dür.
Bizə nəyi soruşur? H-ı soruşur. Demək onda S oturacaq bərabərdir. 3 vur 6 bölünsün 2. 6 ilə 2-ni hesablarsa burada 3, 3-ü hesablarsaq 9. Demək, 9-u H-a vursaq, bizə nəyə verməlidir? Həcmi verməlidir, yəni V-ni verməlidir. V-ni də bizə nə verib? 45. Bərabər edirik 45-ə. Buradan da H-ı tapsaq, 45-i 9-a bölərik. Cavab olmuş olur 5. Gəldik D variantına. D variantında da yenə bizdən nəyi soruşur? Bu dəfə üçbucaqdakı oturacağa çəkilmiş hündürlüyü soruşur. Yəni üçbucağın sahəsindəki hündürlüyü soruşur. Onda S oturacaq bərabərdir. Demək, 11-i vururam. Bilmədiyimiz x-a bölürük nəyə? 2-yə. Bu oturacağın sahəsidir. H-ımız da prizmanın, yəni buradakı prizmanın H-ını da bizə verib 6. Həcmimiz nədir? 198. Yenə gətirib həcm düsturunda V bərabərdir. S oturacaq vurulsun H düsturunda yerinə yazsaq, oturacağımızın sahəsi oldu 11 vur x böl 2. H-ımız nədir? 6-dır. Bu bərabərdir deyir 198-ə. Buradan 2 ilə 6-nı hesablarsaq, burada 3. 3-ü də 11x vursaq olur 33x. Bərabərdir 198-ə. Buradan da x-i tapsam, x bərabərdir 198 33-ə bölsəm 6 alınmış olur. Demək, cavabımız oldu 6. Növbəti silindrin həcmidir. Demək, silindrin həcmi V bərabərdir. Demək, V bərabərdir. Yenə S oturacaq vurulsa nədir? H-dır. Şahidlər, biz bilirik ki, silindrin oturacağı nə idi? Dairə idi. Və dairənin biz sahəsini bilirik ki, nədir? Pi vurulsun radiusun kvadratıdır. Və H-dakı, yəni bilirdik ki, yəni buradakı bizim H-mızdır. Yəni pi r kvadratı vur, nə olmuş olur onda? H. Yəni həcm düsturumuz pi vur r-in kvadratı vurulsun oldu? H olmuş oldu. İndi həmin bu düsturdan istifadə edərək 3-cü çalışmamızı həll etməyə çalışaq. Deyir, silindir formasında əşyaların həcmini tapın və pi-ni də bizə nə verib? Təqribən 3 götürə bilərsiniz, deyir. Onda ilk çalışmamızın A variantına başlayaq. Yəni 3-cü çalışmanın A variantına baxaq. Demək, A variantında bizə radiusumuzu verib 1,5-dir. Hündürlüyümüz isə verib nədir? 2-dir. Pi-dəki bizə nə vermişdi? 3 vermişdi. İndi həcmimizi hesablasaq V bərabərdir. Pi vurur r kvadratı vurulsun H-dır. Gətirib yerinə yazsaq, pi-miz 3-dür. R-miz 1,5 olacaq. 1,5-in kvadratı vurulsun. H-ımız da nədir? 2-dir. Bu da bərabərdir. 2-ni 3-ə vursam 6 vurulsun. 1,5-in kvadratı edir 2,25. Bərabərdir. 6-nı 2,25-ə vuranda edir 13,5. Gəldik B variantına. Demək, B variantında da bizə diametri nə verib? 8 verib. Hündürlüyümüz nədir? 3-dür. Onda diametr bilirik ki, nəyə bərabərdir? 2 dənə radiusa. Bu 8-ə bərabərsə radiusumuz olmuş olur 4. Radiusu tapdıq 4. H-ı da bizə nə vermişdi? 3 vermişdi. Yenə V bərabərdir. Pi vurulsun r-in kvadratı vurulsun H. Gətirib yerinə yazsaq, 3 vurulsun r-miz 4-dür. Kvadratı, yəni 4-ün kvadratı vurulsun H-ımız da 3-dür. 3 3-üm 9 vurulsun 4-ün kvadratı nə edir? 16. 9 da 16-ya vursaq, bu da olur 144. Gəldik C variantında. Demək, C variantında da bizə radiusu verib 40. Hündürlüyü də verib 52. Yenə həcmimiz V bərabərdir. Pi vurulsun r-in kvadratı vurulsun nədir? H-dır. Demək, radiusumuz, pi-miz oldu 3, radiusumuz 40-dır olacaq, 40-ın kvadratı vurulsun, H-ımız oldu 52. Bərabərdir. 3-ü vururam, 40-ın kvadratı edir 1600, vurulsun 52. Bu da bərabərdir. 249.600. Cavab oldu 249.600. Gəldik D variantımıza. D variantında da radiusu bizə verib
R bərabərdir 60'a. H'ımız da bərabərdir 15 santimetr. İndi yenə V bərabərdir pi vurulsun R kvadratı vurulsun H bərabərdir. Pi'miz 3'dür vurulsun R'miz 60'dır kvadratı vurulsun 15 bərabərdir. 3 vurulsun 60'ın kvadratı 3600. H'ımız da neydi? 15 idi. Bu da bərabərdir 162.000. Cevap oldu 162.000. Geldik dördüncü çalışmamıza. Demek dördüncü çalışmada silindir həcmi altında yazılıb. Bu silindirin hündürlüyünü tapın. Bu dəfə həcmi verib bizə nə soruşur? Hündürlüyü soruşur. Demək bizə A variantında, dördüncü çalışmanın A variantında. Diametri bizə nə verib? 20 verib. Diametrdə bilirdik ki, nə idi? 2R idi. 2R'miz 20'ye bərabərsə, R'miz nə olmuş olur? 10 olmuş olur. Və indi biz həcm düsturu bilirik ki, pi vurulsun R kvadratı vurulsun nə idi? H idi. Və həcmimiz də verir bizə nədir? 3000 pi. İndi gətirib yerinə yazsaq, pi vurulsun R'miz 10'dur, olacaq 10'un kvadratı 100 vurulsun H bərabərdir 3000 pi'ye. Buradan da H'ı tapsam 3000 pi'ni bölərəm 100 pi'ye. Pi'lər ixtisar getdi. 100 ilə də bu 2 sıfır getsə cavabımız olmuş olur 30. Yəni hündürlüyümüz oldu 30. Gəldik B variantına. B variantında da diametri yenə 6 verib. Diametri yəni 2R'miz 6'dırsa, onda R'miz buradan bərabərdir 3 alınmış olur. Yenə həcm düsturuna görə pi vurulsun R'in kvadratı vurulsun H bərabərdir. Həcmimizi nə verib? 376 pi. Burada hər iki tərəf pi var deyə pi'ləri ixtisar aparın. 3'ün kvadratı olur 9 vur H bərabərdir 376. Buradan da H'ı tapsam 376'nı bölərəm 9'a. Demək 37'nin içində 9 4 dəfə. 16'nın içində də kalmış olur 9 bir dəfə. Olur 41 tam 9'a demək 7. Gəldik C variantına. Demək C variantında yenə diametr bizə verib 5. Onda 2R'miz bərabərdir 5'e. Buradan da R'i tapsam R bərabərdir 5'i 2'ye bölərəm. 2,5 olmuş olur. İndi həcmimizə görə pi vurulsun R'in kvadratı, yəni 2,5'in kvadratı vurulsun H bərabərdir 15 pi'ye. Pi'ləri yenə buradan ixtisar aparsaq 2,5'in kvadratı olur 6 tam %25 vur H bərabərdir 15'e. Buradan da H'ı tapsam 15'i bölərəm 6 tam %25'e. Bu da bərabərdir 2 tam onda 4. Cavab oldu 2 tam onda 4. Gəldik D variantımıza. D variantında da yenə odunun diametrini verib 24 santimetr. 2R'miz bərabərdir 24'e. Buradan da R'i tapsam R bərabərdir 24'ü 2'ye bölərik 12 olmuş olur. İndi yenə həcm düsturuna görə pi vur R'in kvadratı 12'nin kvadratı vurulsun H bərabərdir 11.520 pi'ye. Buradan yenə pi'ləri ixtisar edirik. 12'nin kvadratı olur 144 vur H bərabərdir 11.520. Buradan da H'ı tapsam 11.520'ni bölərəm 144'e. Bu da bərabərdir 80 alınmış olur. Cavab oldu 80. Gəldik növbəti çalışmamız 5-ci çalışmamıza. Demək 5-ci çalışmada bizə deyir ki, anar və aynur şəkildəki düzbucaqlı formasında kağızı silindir formasında bükdülər və oturacaqları kağızla örtdülər. Kimin düzəltdiyi silindirin həcmi çox olar. İlk öncə baxaq. Demək aynura baxsaq, aynur neyinib? Bu tərəfdən bükməyə başlayıb. Yəni onda bizim hündürlüyümüz nə olmuş olur aynurda? Yəni 20. 5-ci çalışmamız. Demək onda aynura görə baxsaq, aynur. Aynurun bükdüyü silindirin hündürlüyü nə olmuş olur? 20. Və buradakı isə, yəni uzunluğumuz nə idi? 2 pi r'dir.
Onda 2 pi r'miz nəyə bərabərdir? 25'e bərabərdir. Buradan biz r'i tapsaq, 25'i bölmüş oluruq nəyə? 2 pi'yə. Bu da bərabərdir. Təqribən götürsək, yəni 25'i biz bölsək 2 pi'yə, 3,98 etmiş olur. Demək, radiusumuz olur 3,98. İndi həcmi hesablasaq, V bərabərdir. Pi vurulsun, R kvadratı vurulsun nədir? H-dır. Gətirib yerinə yazsaq, demək, onda təqribən bu da etmiş olar 995 santimetr kubu. İndi isə anarın düzəltdiyi, yəni silindir formasında kağıza baxsaq. Anar isə bu tərəfdən aşağıya doğru bükməyə başlayıb. Onda bizim anarda hündürlüyümüz nə olmuş olacaq? 25 olmuş olacaq. Və burada bu tərəfdən aşağı doğru bükəndə isə onda bura nə olmuş olacaq? 2 pi r olmuş olacaq. Onda 2 pi r'miz nəyə bərabər olmuş olacaq? 20'yə. Buradan da r'i tapsam, 20'ni bölərəm nəyə? 2 pi'yə. Demək, 20'ni də 2 pi'yə böləndə təqribən olmuş olacaq 3,18. Demək, r'i tapdıq 3,18. Yenə həzmi hesablasaq, V bərabərdir. Pi vurulsun r kvadratı vurulsun h bərabərdir. Pi vurulsun r'miz, yəni budur 3,18'in kvadratı. Vurulsun h-miz nə idi? 25 idi. Pi də 3,14 təqribən götürsün. Yəni bu təqribən bunun qiyməti də olmuş olacaq 796 kub santimetr. İndi bizə deyirdi ki, kimin düzəltdiyi silindirin həcmi çox olar. Buradan görünür ki, Aynurun düzəltdiyi, yəni kağızın olan həcmimiz böyükdür nədən? Anarın düzəltdiyi həcmdən. Demək, və sonra da bizə deyir ki, kağız hansı formada olsa hər iki silindirin həcmi bərabər olar. Demək, silindirlərin həcmi bərabər olması üçün burada gördüyümüz düzbucağı forması olan hissənin eni ilə uzunluğu nə olmalıdır? Bir-birinə bərabər. Yəni hündürlüyümüz, yəni 20, burada 20 olsaydı və yaxud da bura 25, burada 25 olsaydı, yəni bu nə olardı? Bərabər həzmli olmuş olardı. Yəni buradakı gördüyümüz düzbucağı formasında olan fiqur, yəni kvadrat olsaydı, onda həcmlər nə olmuş olardı? Bərabər. Yəni V1, V2'yə bərabər olmuş olardı. Gəldik növbəti çalışmamız, şagirdlər 6-cı çalışma. Demək, 6-cı çalışmada bizə deyir ki, əyləncə parkında uşaqlar üçün taxtadan düz üçbucaqlı prizma formasında olub oyun yeri düzəldildi. Oyun yerinin içərisi silindir formasında hazırlandı. Taxta ilə örtülmüş hissənin həcmi nə qədərdir və pi-ni də bizə verib 3 götürək. Onda biz əvvəlcə burada gördüyümüz bütöv, yəni burada görünən nədir? Üçbucaqlı prizmadır. Onda biz üçbucaqlı prizmanı nəyə tapmış olacaq? Həcmi tapmış olacaq. Həcmi tapmaq üçün ilk öncə nəyə tapmaq lazımdır? Oturacağın sahəsi. S oturacaq bərabərdir. Prizmanın oturacağı nədir? Üçbucaqdır. Üçbucağın da bizə verib oturacağı 200'dür və oturacağı çəkilmiş hündürlüyü isə nədir? 180'dir. Onda olacaq 2'də 1, yəni 2'də 200 santimetr vurulsun 180. Bu da bərabərdir. 2 ilə 200 getsə burada qalar 100. 100'ü də 180'ə vursaq olur 18.000. Demək, 18.000 nə olmuş oldu? İndi gəldik nəyi tapmağa? Həzmi tapmağa. V bərabərdir. Onda həzmi tapmaq üçün S oturacaq vurulsun nə idi? H idi. Onda oturacağın sahəsi bilirik ki, nədir? 18.000'dir. Vururam nəyə? H-a. H-mız da nədir? 180'dir. Daha doğrusu 100'dür. Bu da bərabərdir. 18.000'i 100'ə vursaq olur 18, arxasında da 5 dənə 0. Kub santimetr. Santimetri də metrə çevirsək şagirdlər. Demək, 1 metrimiz 100 santidir. Onda kub olduğuna görə demək ki, milyona bölsək 1,8 metrin kubu olmuş olur. İndi gəldik burada gördüyümüz silindirin həcmini tapmağa. Demək, V silindir, bu V prizma idi, bu da olsun V silindir.
Və silindrin həcmi isə bilir ki, pi vurulsun nə idi? R kvadratı vurulsun h-dır. Bu da bərabərdir. Pi'mizi 3 verib. R'miz, yəni burada gördüyümüz bu dairənin diametri 100-dürsə, onda radiusumuz nə olmuş olur? 2R'miz 100-dürsə, onda R'miz olmuş olur 50. Olacaq onda 50'nin kvadratı vurulsun. H'miz də nədir yenə? 100'dür. Bu da bərabərdir. 3 vurulsun 50'nin kvadratı oldu 2500. Vurulsun 100. Bərabərdir. Demək 3'ü 2500'ə vursam olur 7500. Onu da 100'ə vursaq oldu 750.000 santimetrin kubu. Bu da bərabərdir. Bunu da metrə çevirsək olmuş olur 0,75 kub metr. İndi bizdən soruşur ki, onun yerin içərisində silindrin hazırlandı. Taxta ilə örtülmüş hissənin həcmi nə qədərdir? Demək onda biz ümumi prizmanın həcmindən silindrin həcmini çıxsaq, yerdə nə qalmış olar? Taxta ilə örtülmüş. Yəni onda olur 1,8 çıxılsın 0,75. Bu da bərabərdir 1,5 olmuş olur cavabımız. Diqqətinizə görə təşəkkür edirəm şagirdlər. Videolarımızın davamlı gəlməsi üçün kanalımıza abunə olub, videolarımızı bəyənib paylaşmağı unutmayın.